Azərlife Orqa istinadən xəbər veririk ki, Qazax Regional İnkişaf Resursları İctimai Birliyində Milli Demokratiya İnstitutunun dəstəyi ilə regionlarda qadın liderliyi adlı proqram çərçivəsində görüş keçirilib. Görüşdə layihənin əsas məqsədindən danışılaraq qeyd olunub ki, qadınların ictimai həyatda fəallığının artırılması və gələcək bələdiyyə seçkilərinə hazırlamaq xüsusi önəm daşıyır. Layihə 3 mərhələdə nəzərdə tutulub. Sonuncu mərhələdə qadınların ictimai çıxışlara hazırlanması, mesaj vermək, icraların aparılması və digər məsələlər təbliğ olunur. Təlimçi Günay Hüseyn layihə ilə bağlı jurnalistlərə açıqlama verib. Biz artıq 6 aydır ki, Milli Demokratiya İnstitutunun dəstəyi ilə Azərbaycan regionlarında Qadın Lideri adlı proqramı həyata keçiririk. Proqramımızın əsas məqsəd qadınların ictimai həyatda fəallığını artırmaq, gələcək bələdiyyə seçkilərinə hazırlanmaqdır və bizim layihəmiz 3 mərhələdə nəzərdə tutulmuşdur. Artıq biz layihəmizin 2-ci mərhələsindəyik və Gəncə, Qazax, Balakən, Lənkəran, Bakıda bir sıra layihələrimizi həyata keçirmişik. Layihənin növbəti 3-cü mərhələsi artıq may ayında başa çatacaqdır. Deməli, hal-hazırda ictimai çıxışlara hazırlaşmaq, mesaj vermək, iclaslara aparmaq, televiziyada, radioda, hər hansı bir bələdiyyə çıxışlarına gedən zaman necə təbliğatlarını aparmaq, mətbuatla iş, mətbuatla PR və s. bu kimi nəzərdə tutmuş fəaliyyətləri öyrədirik.